Qonşular çıxırdı, gəldi bizdə otururdu. Bayır şəhəri son sənətkarı. Salam əziz dostlar. Bugün biz sizinlə Bayır şəhəri kəşf edəcəyik. Ümumiyyətlə gəlin birinci başlayaq ki, Bayır şəhər anlayışı nədir, nə vaxt yaranır? İlk öncə onu qeyd edim ki, Bayır şəhər anlayışı ilk dəfə 1806-cı ildə Forstadt olaraq adlandırılıb, hansı ki bu Alman dilində idi. Və bunun yaranması təbii ki də Bakı quberniyasının işğalı dönəminə təsadüf edir. Çünki ilk dəfə Ruslar Bakıya hücum edən zaman, Sisyanovun qoşunları ilə birlikdə Bakıya gəldikləri zaman Hüseynqulu xan tabe olmur, hətta Sisyanovu öldürürlər və beləcə Rus qoşunları Bakıdan uzaqlaşır. Lakin həmin ilin növbəti aylarında Dərbənd quberniyası Quba işğalından sonra Rus qoşunları Bakıya doğru hərəkət edir və bu zaman Hüseynqulu xan müqavimətin mənası olduğunu anlayıb Qacarlardan kömək istəmək üçün İrana gedir. Elə bu səbəbdən də Bakı müdafiəsiz qalıb işğal olunur. Təbii ki, bundan sonra artıq Rus dönəmində bu ərazilərdə, yəni Bakı ərazisində binalar tikmək istəyirlər. Lakin həmin zaman Bakı ancaq hazırki İçəri şəhər ərazisindən ibarət idi və İçəri şəhərdə də bildiyiniz kimi küçələr çox dardır, evlər çox bir-birinə yaxındır, sıxdır və əlverişli şərait yox idi o zaman bina tikmək üçün. Buna görə də Ruslar bilirlər ki, artıq zəruridir ki, şəhəri ətraf əraziləri genişləndirsinlər. Və beləcə Bayır şəhər adlanan yer yaranmağa başlayır yavaş-yavaş binaların tikilməsi ilə və bununla da İçəri şəhər və Bayır şəhər termini yaranır bu iki ərazini bir-birindən ayırt etmək üçün. Hal-hazırda olduğumuz yer qala divarlarından içəridə olduğuna görə bura İçəri şəhərdir, amma qala divarından çöldə olan hissə Bayır şəhər adlanır. 1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra quberniyanın mərkəzi Bakıya köçürülür. Bunun ardından da artıq Bakıya köçən əhalinin sayı da artmağa başlayır. Və beləliklə bu əhali o qədər artır ki, onlar artıq İçəri şəhərə yerləşmirlər. Və divardan, yəni qala divarlarından ətraf ərazilərə onları köçürmək zərurəti yaranır. Lakin ilk dəfə insanlar buna qarşı gəlirlər. Çünki İçəri şəhər formalaşdırılmış bir ərazi olduğuna görə insanlar risk eləmək istəmirdilər buradan çıxmaq üçün. Çünki ətrafda demək olar ki, heç bir obyekt, heç bir infrastruktur yox idi. Lakin bu dövr həm də neft bumu baş verir və neft bumunun baş verməsi ilə də Bakı şəhəri sürətlə inkişaf etməyə başlayır. Şəhərdə müxtəlif tikililər tikmək zərurəti yaranır ki, bura gələn fəhlələrin yaşamağı üçün, həmçinin neftdən zənginlənən milyonçular özlərinə malikanələr tikməyə başlayırlar və bunları tikmək üçün də onlara yer lazım idi. Lakin İçəri şəhər kifayət qədər böyük olmadığına görə bu insanlar başlayırlar qala divarlarına çöldəki ərazilərdə tikililər tikməyə, yaşamağa və yeni ərazini salınması bu şəkildə başlayır. Və nəinki yalnız yəni neft sahəsində işləyənlər, milyonçular, həmçinin o ərazidə sənətkarlar, tacirlər də məskunlaşmağa başlayır. Çünki ölkədə, yəni Bakı şəhərində həmçinin xüsusilə də iqtisadiyyat inkişaf elədiyinə görə bu tacirlər üçün də, sənətkarlar üçün də yəni yaxşı bir şərait yaranır, fürsət yaranır, belə deyək. Və beləliklə qala divarlarından çöldə qalan hissəyə Bayır şəhər adı verilir. İçəridə qalan hissəyə isə İçəri şəhər adı verilir. Bayır şəhər anlayışı bu şəkildə yaranır və bundan sonra da Bakı şəhəri ümumiyyətlə ətraf ərazilərə yayılmağa başlayır. Mərkəzi küçələr və ondan da ətraf ərazilərə yayılır. Hal-hazırda bu qala divarlarından çölə çıxdığımız zaman biz artıq Bayır şəhərdə olmuş olacağıq. Gördüyünüz İçəri şəhərin metro stansiyası da əslində
İçərişəhər olaraq adlandırılsa da, bu əslində bir növ düz deyil. Çünki həmin ərazi qala divarlarından çöldə yerləşir və İçərişəhərin bir tərkib hissəsi deyil, Bayırşəhərin bir tərkib hissəsidir. Amma bu cür adlandırılmaq üçün də yəqin ki bir səbəb var. Hazırda artıq Bayırşəhər ərazisini gəzməyə gedirik. Yəni əsasən sökülən ərazilər, bu əsasən Sovetski olaraq adlandırılır hazırda. Gedəndə də görəcəksiniz ki, orada artıq bir çox bina sökülüb və onların yerində nə olacaq hələ bilinmir. Göstərildiyi yoldan görünmür. Gərək həyətə girəsən, həyətdən girəsən. Turun əsas məqsədi olan yerə gəlib çatdıq. Artıq Bayırşəhərin söküntü işləri aparılan yerə gəlib çatmışıq. Bayaq Müşfiq bəy də qeyd elədi ki, burada evlərin sökülməsinin əsas səbəbi olaraq qəzalı olması irəli sürülür. Ancaq onları sökmək yerinə onları restavrasiya eləmək mümkündür. Yeganə yerdir ki, burada qonşuluq hələ də yaxşı qalır. Yaşadır. Nə baxımdan? Düşünün ki, nə qədər insan var ki, bina evində yaşayır, amma nə aşağı qonşusunu, nə yuxarı qonşusunu tanıyır, nə harasa gedəndə evinə etibar edir və yaxud və s. Burada isə o ənənələr hələ də qalmaqdadır. Hələ siz qabaqda bu ərazidə uzun müddət keçirilən bu bayramlar zamanı taşı tonqal izləri görəcəksiniz. Artıq sakinlər keçirdikdən sonra bu şeyləri demək olar ki, Saat bu bina. Fantaziya mama şahı. Oradan da təmir işləri gedir. Yaxın gəlin, baxın bu binanı saatlı ev kimi tanıyırlar. Yəni qeydiyyatda da saatlı ev kimi tanınır. Burada gördüyünüz saata görə. Bayaq sizə kilsə göstərdim. O həmin kilsənin təməli 1888-ci ildə qoyulub. Rusiya İmperatoru 3-cü Aleksandr və Böyük Knyaz 2-ci Nikolay məhz bu küçədən keçib. Oradakı biraz sonra ziyarət edəcəyimiz kilsə var. Mikhail Arxangel kilsəsi. O kilsədən çıxıb, gəlib buradan keçəndə saatın əqrəbləri, baxın, üç tamamı göstərir. Onlar buradan keçib ki, gedib orada həmin kilsənin təməlini qoysunlar 1888-ci ildə. Və bu mülkün sahibi düşünüb ki, mən bu hadisəni əbədiləşdirməliyəm, imperatorun mənim qapımdan keçməyini, yəni bir növ özünün sadiq kul olmasını göstərmək üçün belə bir addım atır ki, o imperatorun buradan keçdiyi vaxtı əbədiləşdirsin. Bu da həmin hekayəni əbədiləşdirildiyi saatdir. Amma burada daha maraqlı başqa bir detal, baxın bu küçə lampasıdır. Hansı ki, adətən küçə lampası küçədə olur. Memar, bu evin memarı düşünür ki, bir yenilik olaraq lampanı binanın daxilində yerləşdirir. Bu həmin lampanın yeridir, amma lampa yoxdur təəssüf ki orada. Baxın, burada bir çeşmə də var idi, bulaq yeri, bulaq var idi. Təəssüf ki o bulaq artıq su gəlmir orada. Evin əsas qapısı isə baxın buradan idi. Buradan daxil olurdular, çıxırlar. Sonradan tikilib bura. Hətta görürsünüz o giriş qapısının üzərində belə bir dam da vururlar ki, yağış suları falan tutmasın. Bu evin həyət qapısının girişi idi. Həyətin girişi idi. Təəssüf ki, indi əsas girişə çevrilir. Burada da baxın evin inşa tarixi yazılıb. 1887. Ağamusan Ağayevin şəxsi yaşayış mülkü olduğu deyilir. Amma həmçinin başqa bir mənbədə də buranın Hacı Nemət orta təbəqə tacir Hacı Nemət
Seydiyevə məxsus olması da deyilir. Gəlin davam edək. Bax burada hər yanda var. Bu evlərin sökülməsi ilə bağlı aparılan o qeydiyyat işlərində Məsuderin Yahudilere damgası gibi ha. o TA Şöyle nədir? yıldız- Tarixi abidə. Tarixi abidə. Amma bir şey var. Artıq bu qaldı. Amma bu söküldü və yaxud o söküldü. Burada bir natamamlıq yaranacaq. Sanki sizin tutaq ki 32 dişiniz var. 10-15-i çəkiləndən sonra o 15-i digərini tamamlaya bilmir. Burada əslində kompleks olaraq dəyərli. Nəinki tək-tək olaraq. Ola bilər bunu saxlasınlar. Artıq digərlər söküləndə o vahid tək qapı var idi. Təəssüf ki, o qapı artıq yoxdur, bilmirəm hardadır. Baxın evin içindəki o peslər. Demək olar ki, buradakı bütün evlərdə bu peslərdən var idi. Hə? Soba. Özdə elə sobadır ki, həm bu otağı qızdırır, həm o otağı. Yəni iki yerə çıxışı var. Bundan bir neçə yerdə də görəcəksiniz. Ya bari onun süt balık yüzünü koysanlar. İndi bayaq fikir verdiniz yuxarıdakı döngü. Bayaq sizə o birisi yerində yuxarıdakı döngəni göstərdim. Sola idi. Burada sağa döngü. Yəni niyə bu döngü əslində var? Yəni ola bilməzmi ki, bu düz olsun axıra qədər? Əslində bunun səbəbi Bakı küləkli şəhərdə bilirsiniz burada 365 gündən 200-ünün çoxu, 200-dən çoxu küləkli şəraitdə keçir. Və memar düşünüb ki, şəhəri daxil olan, yuxarıdan daxil olan şimal küləyinin sürətini azaltmaq üçün küçə belə döngə şəklində olmalıdır ki, sürət azalsın. Yəni buradakı divarların hələ belə bir dənə belə baxsanız görəcəksiniz ki, olduqca sağlamdır. Bu vaxtında sadəcə qulluq olunsa, bura 100 il, 150 il, bəlkə də 300 il, 500 il belə yaşamaq şəraitindədir bu binalar. Buranın prosta vizual olaraq kirliliyi ondan ibarətdir ki, bu gördüyünüz naqillərdir, bu toklardır, krosmalardır və digərləri, sərğızlardır. Vizual olaraq buranın kirliyi. Əgər bura içəri şəhərdə kimi bir bərpa aparılsa, inandırım sizə bura içəri şəhərdən daha gözəl olacaq, daha mənalı və daha yaxşı olacaq. Sadəcə buranı korlayan bu asfaltlar, bu naqillər və digərlər. Yaşayan var mı? Var, bir iki nəfər var, onlar da çalışır. Bakın yukarı, bakın da evin içine de var. Pazar ekran. Yanğı söndürən kranı daxil edir bura. Su artı 3-cü, 4-cü mərtəbələr olur. Yəni bundan bir digər yuxarıdakı binada da göstərəcək. İyi fikirmiş. Elbette yok mu? Uzaqdan gördünüz yəqin ki, günbəzlərini 1886-cı ildə inşa olunmuş tamam. Zərgər falan hamamlardan biri. Bu da tarixi abidədir. Gördünüz nə izlərdir? Bəzi bir-ikisi lüktür, qalanları tonqalın izlərdir. Burada Novruz bayramı insanların keçirdiyi o şənliklər zamanı onu buraxdığı artıq kimi qeyd edəcək o bayram. Adı var idi. Təəssüf ki, bilmirəm, o kimi profatdır, kimi yoxa çıxartdı. Son 2-3 turda artıq onu görə bilmirik. Baxın 1894-cü ildə inşa olunmuş ev. O İstanbulun yəqin ki, küçələrini görmüşsünüz də, o başlağı küçələr. Mən əsasən filmlərdə görmüşəm, bir dəfə də olmuşam, orada binalar var idi. Orada indi günorta adam olmur, ya isti havada, ya soyuq havada. Baxın, o Sabunçuda da var belə eyvanlar, o yüksək gülük qoymaq üçün olan deyil. Tamamilə orijinal eyvanlar. Belə olsun. Sizin Türkiye'de sit alanı project çıkıyor ayrıca. Mimarlar arasında İzlanmalı. Buranın bəzi mimarlar Ya bari kapıları söküp bir yere koysanız. Hepsi çok eski tahta kapı. gördüğünüz ülke tarixi adres stasyonları da burada da bir ayaqqabı stası var. Təxminən 32 ildir ayaqqabıdır. Buralarda fəaliyyət göstərən. Bayır şəhəri son sənətkarı. Artıq buralar o evini də sökmək istəyirlər, buranı da sökmək istəyirlər. Artıq o söküləndən sonra yəqin ki burada diplomu da var. 2022-ci 2000-ci ildəmi? 25'ti o. 25. yıl. Bu yılın ayakkabısı seçildi bende. Resim çekebiliriz değil mi? Ha? Resim çekebiliriz. Ha çekin. Mahsuru yok. Buranın
bu hissəni mədrəsə eləmək istəyirlər. Sonra alınmadı, saçmalı alınmadı. Ama bura məscidin ərazisi. Diplomanızı çekeyim ben. Diplomanızı da çekeyim. Girə bilmirlər. İkisi də tarixi abidə bu da. Zeynəb kürəş. Zərgər Palan küçəsidir bura. Bəzi əşyaların saxlanılır. Əsaslı olaraq orada məskunlaşırlar. Amma 100 illər, 120 illərdə Bakının əsas zərgərləri məhz bu küçədə yerləşir. Bu küçə məhz zərgərlərin emalatxanalarının, eləcə də satış məntəqələrinin yerləşir. Burada zərgər falan adlanmağa başlamışlar. Konkret zərgər falan adlanmağa. Bir daha detal göstərəcəm sizə, ona diqqət edin. Aha, baxça deyirlər bizimə. Bir daha fikir verin pəncərənin böyüklüyünə. Bura əslində ev yaşayış pəncərəsi deyil. Bu məhz zərgər üçün bir vitrin rolunu oynayır. Zərgərə nə lazımdır? O məhsulun satışının görünməsi. Tutaq ki, görmüsünüz gəlinlik mağazalarında böyük vitrinlər var ki, o gəlinliyi görünsün. Zərgərə də həmin məhsulu göstərmək lazım idi. Məhz ona görə bundan sonraki pəncərələrdə də görəcəksiniz ki, buranın tarixi pəncərələri daha böyük olur. Baxın, burada da bir balkon var idi. Var idi. Məscidlərin, günbəzlərinin özünə məhz bu formada bu kimi daşlardan istifadə. Həmin dövr beton yox, sement yox idi deyə ümumi inşa edəndə belə bir kilit daşları inşa edirdilər. Və görürsünüz, əksər yerdə natəmizlik var. Amma əvvəl buradakı bütün həyətlərdə belə bir təmizlik lövhəsi var idi. Burada qrafik yazılıb, zibilin çıxarılması qrafiki var. Zibilin çıxarılması qrafikidir. Yəni nə deməkdir? Tutaq ki, burada 5 ailə yaşayır, həftənin 7 günündən 5-ini, tutaq ki, birinci gün mən təmizləyirəm, ikinci gün Çingiz təmizləyir, üçüncü gün Əli təmizləyir, ya onun ailəsindən kimsə təmizləyir və ümumi hamımız bu həyətin təmizliyinə cavabdeh oluruq. Burada, təkcə burada yox, yuxarıdakı küçələrdə də bu ənənə var idi. Həm bu qonşular arasındakı əlaqələri yaxşılaşdırırdı. Yəni, tutaq ki, mən bugün sizin qapını təmizləyirəm, sabah siz mənim qapımı təmizləyirsiniz. Yəni, insanlar arasında sağlam bir rabitə qurulurdu. Elə indi bina evlərin çoxsuna baxın, orada pul verirlər ayda 30-40 manat komendanta. Komendant özü, tutaq ki, təmizliyi görür, işçilər tutur. Yaşadığım yerde hiç temizleyen yok. Herkes kendi Hətta o belə yox. temizliyor. Ancaq, görürsünüz, ancaq mən. Bu şeyə görə də məhz biz bu əraziləri itiririk. Deyirik ki, mən dəməyən İvan min yaşasın. Türkiye'de kapı... Rabitə olmadığına görə də görürsünüz, birinin evisini çürür, birinin qalmır. Sən gözəl bu bina inşa olur. Yəni, Sovet hökuməti tərəfindən, Sovet hakimiyyəti illərində inşa olur. Maraqlısı oldu ki, buranı inşa edəndə aslında yeni bir rejim idi. Sovet hökuməti 6 ildir qurulmuşdu. Əslində buranı fərqli şəkildə inşa eləməli idilər ki, bizim qurduqları yeni rejimin bir dəsti xətti görünsün. Amma nəzərə aldılar ki, buradakı bütün binalar eyni üslubdadır, eyni hündürlükdədir, eyni pəncərələrdir və s. Başlayana görə. Ona görə də bizlər ki, yox, biz burada dizayn kodu poza bilmərik. Və fikir verin, düzdür, üstündə işləmələr azdır, daş işləmələr azdır. Amma elə elədilər ki, o ümumi dizayn koddan kənara çıxmadılar. Və o görünüşə xələl gətirmədilər. Amma saatda evlə olan binanı gördünüz, üzbəüz olan bina var deyə böyük göydələn. Bir yamaq kimi qalmışdı şəhərdə. Gəlin, devam edelim.
Buralar zirzəmilərdir. Burada yəni yaşayış yoxdur. Yaşayış bu binalar. Olaraq imzaladı ki, şəhərin baxın bu plana düşən, o sökülməsi planlaşdırılan bu hissəsi qorunsun. Amma təəssüf ki, qoruya bilmədik. Bu mindən çox adam imzaladı. Gördüğünüz gibi 1903-cü ildə Əlibəyovlar ailəsinin zəngin nümayəndəsi, həm ixtisasçı həkim, həm də hüquqşünas olan Rıza Əlibəyov tərəfindən inşa olunur. Maraqlısı oldu ki, buradakı şəkillərin rəssamın kimliyi maraqlıdır. Baxın, burada onun adı var. Sizdə hara olur? Baxın, al yanak. Hı, al yanak. Türk olacaq da Alyanak. İstanbul Ermənisi. Hə. Hrant Alyanak. İstanbulda doğulu, o Abdülmecid ona qarşı üsyanlar zamanı oradan köçürlü bir müddət Polşada, sonra Rusiya imperiyasında və buradakı gördüyümüz şəkillərin müəllifi məhz həmin şəxsdir. Hətta baxın, burada həmin dövr sənayenin o qədər inkişaf eləmədiyi vaxtda bu məhəccəri məhz 1903-cü ildə istehsal ediliblər. Böyük bütün Ağaxan bitkisinin təsviri, eləcə də bu sürahilərdir, bunlar hamısı orijinaldır. Eləcə də bu üzərində dayandığınız bu hissə, metallar tamamilə orijinaldır. Burada da adları var, burada var, o rəsmin müəllifinin Hı Alyanak yazılmış. Var, əvvəl bir ailənin idi, indi 3 var, 1, 2, 3, 4, aşağıda da bir dənə 5 ailə yaşayır. Bax, var şəhərin əsas problemlərindən, Sabunçda belə ailələrin, mülkün əsas sahibinin əlindən Sovet hökuməti vaxtı alınır. Artıq 5-6 ailə arasında bölünür. Ona görə də binaya sahib oturan Biz çatdıq təzə bir məscidinə. Mart soyqırımından danışdıq. Mart soyqırımı zamanı müqavimət göstərən əsas yerlərdən biri Təzəşir məhəlləsi. Bəli, 1918. Təzəşir məscidinin ətrafında yaşayan Azərbaycanlılar idi, məhz bu məhəllə idi. Ona görə də Bolşeviklər, Bakı Soveti qoşunları bu məhəlləyə girə bilmədiyi üçün buranı Xəzər dənizindən artilleriya, ağır artilleriya atəşlə tutmuşdular və atılan topların böyük bir hissəsi bu məhəlləyə, eləcə də məscidin həyətinə və 4-ü məscidin birbaşa binasına tuş gəlmişdi. İndi gəlin onların yerinə baxaq və sonra ilə müqayisə edək. Yaxın gəlin. 4 top atəşi tuş gəlir. Birinci bu atəşdir. Görürsünüz? Günbəzi görünmür. Günbəzi çox qəşəng bir günbəzi var. Xoşbəxtlikdən günbəzinə dəyməyib top atəşi. Dəysəydi o günbəz anında uçardı. Məscid 1905-1914-cü ildə Nabat xanım Aşurbəyeva tərəfindən inşa olunub. Yadınıza gəlir, Sabunçda xəstəxana, kimsəsizlər evi,
Cümə məscidi, məhz onların tərəfindən inşa olunub. Bu məscid də onlar inşa edib. Gəlin yaxından baxaq. Bir də bura niyə Təzəpir deyilir? Biz gördünüz bayaqki məscid, oradakı məscid İmam Hüseyn məscidi adlanırdı. Eləcə də digər məscidlər adətən ya onu inşa edən şəxsin adı ilə, ya da hansısa bir əlamətdar hadisə ilə və yaxud da hansısa bir müqəddəs dini şəxsin adı ilə bağlı olur. Eləcə də İçərişəhərdə Məhəmməd məscidi olsun, buradakı İmam Hüseyn məscidi olsun və yaxud Əmirzanda Murtuza Muxtarov inşa edib məscidi, onun adı ilə adlanır. Amma bu məscidə nəyə görə Təzəpir deyirlər? Burada əvvəllər 15-16-cı əsrdə yaşamış bir övliyanın məzarı olduğu, türbəsi var idi. Baxın, burada, bu qapıdan düşürsən ora, türbəyə. Gəncə İmamzadəsində olan olur. Gəncə İmamzadəsində və yaxud İraqda Kərbalada İmam Hüseynin türbəsi, türbədi üzərində məscid inşa olunub. Bir çox yerdə belə bir şey var. Və bu görsün onun köhnə qapılardır. 2 dənə qapısı olub. Birini buradakini bağlayıblar, bunu eləyiblər, saxlayıblar. Burada o türbənin üzərində Nabat xanım düşünüb ki, həmin şəxsə ehtiram əlaməti olaraq bu türbənin üzərində bir məscid tikdirim və bura artıq köhnə pir yox, təzə pir adlanmağa başlayıb. Yəni təzələnib. Ona görə də bura belə adlanır. Gəlin davam edək. Təzəpir məscidində ibadət edənlərin sayı, cümə namazı zamanı gəlin bura və yaxud indi günorta namazı vaxtı gəlin bura. Sovet hakimiyyəti illərində 1960-cı illərdə ibadət edənlərin sayından qat-qat azdır. Baxmayaraq ki, Sovet hakimiyyəti illərində dinə qarşı repressiya olunurdu, dindarlar təqib olunurdu. Amma buna baxmayaraq Azərbaycanda 23 məscid fəaliyyət göstərirdi ki, yəni bizdə də vicdan azadlığı var. Digər müsəlman ölkələrindən gələn şəxslərə göstərirlər ki, bizdə də məscidlər açıqdır. Bu 23 məsciddən biri bu məscid idi və əsasən xaricdən gələn nümayəndələri bu məscidi göstərdilər ki, burada da ibadət edənlər var. Gəlin o şəxsi ziyarət edək. Və 1795 təvəllüddür. 1795-1912-ci illərdə yaşayır. Baxın, burada maraqlı bir detal var. Bu Allah yazısıdır. Burada isə onun Əhl-i Beytinin adları yazılıb. Həzrət Əli, Həzrət Məhəmməd, Həzrət Fatimə, Həzrət Həsən və Həzrət Hüseynin adları qeyd olunub və Nabat xanımın 1795-ci ildə anadan olduğu bu məscidi inşa etdirdiyi və onun nakam getdiyi haqqında, yəni məscidi tam hazır görmədən getdiyi haqqında məlumat yazılır. Bizdə adətən butalar, bizim milli simgemizdə şax formada olur, yəni belə olur. Fikir verin, burada butalar solub. Məscidin tam hazır görmədiyi üçün Nabat xanım bir növ sanki dünyadan belə deyək, gözü arxada qalmış formada gedib və vəsiyyət edib ki, onu burada dəfn eləsinlər öləndən sonra. Və burada qara izi görürsünüz. Bir də burada var. Burada indi burada yaşayan insanlar əsasən, hansı ki uzun müddət bura ibadət etməyə gedib gəlirlər. Hər dəfə bu məsciddən çıxanda əllərin belə qoyurlar və o Nabat xanımın ruhuna dua oxuyurlar ki, bəs belə bir məscid inşa etdirir. Allah rəhmət eləsin. Bu bizdə yaz... Yox, gülab deyirlər ona, gül suyu. Yaz yerində, misal üçün, kimsə gətin alınıb gələndən sonra insanlara xarlanır ki, ona əlindən xoş ətir gəlsin. Bizdə də? Hə, gülab. Bir də, dostum, Qocanı rəhmətə gedib, onun üçün cənazə namazı qılmaq lazımdır. Şeyxülislam Mir Məhsun Həkimzadə də o ruhani giyimin giyir, əmmaməsini qoyur başdan çıxır. Görür ki, məscidin həyətində heç kim yoxdur. Deyir, bəs mən kimin üçün qılım namazı? Artıq heç kim yoxdur burada. Qadın ona deyir ki, bəs mənim yoldaşımı dünən dəfn elədilər, amma cənazə namazı qılmadılar. Deyir, bəs kim idi sənin yoldaşın? Deyir ki, Azərbaycan Xarici İşlər Naziri Mahmud Əliyev. Dış İşlər Bakanı vəfat eləyir və bütün dövlət nazirləri, Mərkəzi Komitənin katibləri, bütün partiya orqanının işçiləri hamısı oradadır və kommunist üsulu ilə də belə kostyumla bastırıblar bunu, Rus örüsü kimi kostyumla bastırıblar. Və onun xanımı gəlir deyir ki, bəs bir gün keçib, heç olmasa indi cənazə namazı qılaq. Bu əslində o 40 ilə yaxın davam edən o Sovet
Sovetlərin dinə qarşı repressiyasının bir fiyaskosu idi ki, biz uzun illərdir mübarizə aparırıq dinlə, amma görürsən ki, insanların o yaddaşından o şeyi, o dini adət-ənənələri silmək mümkün deyil. Səadət sarayı. Onlar çəkilir. Polisiyon. Polisiyon. Oradaki ne yasaktı? Savcılık olmuş. Savcılık olmuş. Olan Ya bura əslində bu binada yüzlərlə insan taleyi məhv olub. Burada indi insanlar evlənir, amma burada yəqin ki, xoşbəxt olurlar, məhv olmurlar. Amma o dəqiqdir ki, burada bir neçə şəxsin taleyi məhv olub. Biri elə onların bu binanı inşa edən ailədir, hansı ki, Hacı Əli İmran qardaşları olub, bu binanın ustaları. Binanın memarı isə Yosif Kloşko olub. İsmailiyyə sarayı var idi, orada üstündə ucuz olan binalar. Həmin binanın memarı Yosif Kloşko. Bu binanın memarı da Kloşko. Yosif Kloşko, Yusuf Kloşko, Yusuf Kloşko olub. Və 1911, baxın, 1912-ci illərdə bina edilib. Azərbaycanlı milyonçu Murtuza Muxtarov, öz həyat yoldaşı Liza Tugalova ilə İtaliyada səfərdə olan zamanı o həyat yoldaşı orada bir bina görür və deyir ki, bəs yəqin ki, bu binada yaşayan insanlar çox xoşbəxt insanlardır. Və o da ona xəbər eləmədən kiçik sürprizlər yapılır, ona bir sürpriz edib. Bu binada inşa edib, yaşayış binası kimi. Və 1920-ci ildə maraqlıdır ki, Sovet hökuməti Azərbaycanı işğal edən zaman Murtuza Muxtarovun evinə gəlib girirlər və belə deyilir ki, o atışma zamanı ölüb. Bəziləri deyir ki, özünü vurub. Yəni bu dəqiqdir. Sonradan bir istintaq işi aparılmadığı üçün bu dəqiqləşdirilməyib ki, bu özü öldürüb, yoxsa atışma zamanı ölüb. İmran Qasımov isə buradan yıxılaraq ölüb. Haçan yıxılıb? 1913-cü ildə son tamamlanma işləri gedəndə yuxarıda heykəli görürsünüz, Cəngavər heykəlini. O Cəngavər heykəlini oraya yerləşdirən zaman oradan yıxılaraq, ağır travma alaraq başına yıxılıb və həyatını nə dəxək? Bu bina İtalyan memarlığı üslubudur. Ora böyükdür. Bu səhnə yəqin ki, Azərbaycan filmindən qəşəng. Bizim çalışmalı. Hə. Baxın, meyxana deyirlər. Burada bizim dayandığımız yerdə deyirlər. Bax. İndi qadın oradan çıxacaq, gedəcək belə. Baxın. Bax, qadın oradan çıxdı, gedib burada. Bizim dayandığımız. Deməli, bir müəllimimizi qoymursunuz işləməyə, o həmin uşaqların öyrətmənidir. Deyir ki, özü bütün gün deyinir, imkan vermir cəmiş işləsin, indi deyir ki, müəllimimizi qoymursunuz işləməyə. Həmçinin burada məhəllə filmi də burada çəkilir. Baxın, orada Elişlə Roşkanın qaldığı yer, sonra Məzi, Qüdrətimiz Hazun ayaq yolu su yerləşən o ürəkli ayaq yolu var. Daha həmən yerdir. Sonra bu o Südabə xalaları, Südabə. Yəni onların qaldığı evdir bura, Südabə xalanın evidir. Bu da məşhur pilləkənlərdir.
O bizim Cəbiş müəllimdə o qonşusu qaçır ayaq yoluna girir, bomba atılan vaxt. Maçıdan arxadan bağlayır ha. Baxın o həmin səhnə burada çəkilib. Buranı düzdür biraz bunu təzə tikiblər, amma bundan əvvəl o tualet burada yerləşirdi. Çox qəşəng ikonik bir səhnə oldu. Bu həyat ümumiyyətlə özü 1895-ci ildə bu kompleks olaraq inşa olunur. İtalyan sıkıntı. İtalyan Çamaşırlar. İtalya'da Napoli'de gözlüyor. burada da gördüğünüz kimi üzümlər. Söhbət edirdik. Məhəllə filmi çəkiləndə qonşular çıxırdı, gəldi bizdə otururdu. Sonra gediblər orada çəkirlər. Onlar gəldi, qulağına otururdu. Hətta o film Əli salam. Nə var nə yox? Salmaçılı. Daha çıxmırsan sonra. Görüşək inşallah. Sağ ol. Ən axırda gələn kimdir? Ehtiyatda olan yıxılmır. Baxın arxaya baxın. Yerimiz dolmuyor. Devam edin, devam edin. Orada gözü. Beton üstünde. Beton üstünde. Bir tane çay olsa bir şey olmaz.